Babək müəllim, yəni neçə nəfərdən gedir söhbət? Bax, təxminən bir... Hal-hazırda o statistik göstəricilər mövzunu mən gətirməmişəm çatışmazlıqla bağlı, amma hal-hazırda 24 mindən yuxarı təbib tabeliyində həkim heyəti çalışır. 24 min çalışır. Bəs ştatda nə qədərdir? Dediyim kimi, onunla bağlı göstəricilər özümlə gətirməmişəm. Təxminən, yəni 30 mindir, 50 mindir, yəni... Yox, o civarda deyil. Onu siz adam başına bölün, ölkə əhalisinin sayına, ümumiyyətlə həkim çatmır Azərbaycanda. Böyle biz onu hesablamışıq. Burada bir məsələ var. Konkret statistika ortada olmasa da biz bilirik ki, rayonlarda, kəndlərdə... Statistika yoxdur, konkret. Yox, indi bu əllərdə yoxdur da, hər halda bu statistika rəsmi olmalıdır. Məncə onu əzbər bilərdi, Babək müəllim. Yəni bu rəsmi sadə bir şeydir. Məlum olan odur ki, çatmır. Bizim rayonlarda, kəndlərdə çox ciddi həkim çatmazlığı var. Təkcə reanimatoloq deyil, başqa ixtisas sahiblərində çatmazlıqları çoxdur. Bəs biz niyə görə bu vəziyyətdəyik? Ona görə ki, biz səhiyyəni sistemə çevirə bilməmişik. Ən əsas məsələ, səhiyyə Bakıdadır, vəssalam. Səhiyyə bizim o aparıb Amerikadan da həkimləri, o bizim rayonlarda 30 dursa, o da biz səhiyyə qura bilməyəcəyik. Səhiyyə qurmaq üçün səhiyyə sistem şəklini almalıdır. Bugün Bakı şəhərinin aparıcı klinikalarında həyata keçirilən yeni üsulların hamısı rayonda da həyata keçirilmə. Bu sistem budur. Bir-birinə məlumatlı qarşı... Cihaz deyirsinizsə var. Cihaz yox, elə müalicə protokolları, davamlı tibbi təsir. Harada olmalı o təsir? İkinci bir məsələ nədir? Həkimləri bezdirən, həkimlərin buradan axınına stimul verən bir yanlış təcrübə ki, biz onu aradan qaldıra bilmirik. Bu sertifikasiya imtahanlarıdır. Səhiyyə Nazirliyinin elədiyi sertifikasiya imtahanları. Onu Səhiyyə Nazirliyi eləmir. Bu Nazirlər Kabinetinin qərarıdır. Bu dünyanın heç yerində analogiyası olmayan bir sistemdir. Təsəvvür edin, həkim imtahan verib, baza tip təhsil alıb, rezidentur. Ondan sonra imtahan verə-verə gedir, hər 5 ildən beri. Yoxdur xaricdə bu? Xaricdə bu yoxdur, yox. Xaricdə həmin imtahanlar, yalnız siz ora gedirsinizsə, yeni həkim kimsiz, o süzgəcdən keçə bilərsiniz. Medical konsulun imtahanı başqalarının. Amma öz vətəndaşı akreditasiya sistemindən keçir. Bəs niyə onu tətbiq eləmişik biz? Akreditasiya sistemi nədir? Akreditasiya sistemi odur ki, bir vətəndaş, bir həkimin bir sahədə çalışması üçün tələb olunan sənədlərin hamısı yoxlanılır, dəqiqləşir, sonra bir müddət fəaliyyət lisenziyası verilir. 3 il, 5 il, 7 il. O proses bitəndən sonra baxırlar nə qədər konferans keçirib, nə qədər bal kredit sistemi ilə o lisenziya yenilənir. Dünya bu yoluna. Bizdə professor yazdığı kitabdan gedir imtahan verir. Sertifikasiya, nədir bu sertifikasiya? Özdə o sertifikasiya imtahanının suallarının çoxsu səhv, yanlış, dəfələrlə o barədə... Köhnə ədəbiyyatlardan. Köhnə ədəbiyyatlardan bizim və bu sistemi ləğv eləmək lazım. Nədir? Bunu saxlamaqda maraq nədir? Sual olunur. Niyə görə biz akreditasiya sisteminə keçmirik normal şəkildə?